Baba bunlar hara almasıdır belə? Bunlar Qubaqsar, Gədəbəydə gəlir. Neçədir? Bunların kilosu neçədir? Loy 1 manata, 50 qəfiyə, 1.50-yə. Dostlar ödənişsizdir. Bura 8-ci kilometr bazarında yerləşir. Dünya bazarı adlanan yerdə yerləşir. Və Dünya bazarı adlanır. Gözəl turş satılan yer var. Bunlar Qusardan gəlir. Hə, bunlar nədir belə? Hə, badımcandır, Qusardandır. Talış badımcanıdır onlar. Burası ki özümüz qoymuşuq. Özünüz Çox də qəşəng hazırlayırsınız. badımcandır, biber. Qusarda yetişdən almalıdır. Şirin olur. Bunlar qəşəng. İsə palmet almasıdır. Buraya Qusar. Bu salam 8-ci kilometr bazarındayım. Bazar gezəcəm, qiymətləri sizə göstərəcəm. Mütləq videonu bəyənin, şərhlərdə fikirlərinizi bildirin və kanala abunə olmağı unutmayın dostlar. Gedək, görək bazarda bu hava necədir, qiymətlər necədir. İşə balıq qəbələ var 7 manata, şəkil obası var 5 manata, boz 6 manatdır şəkilin. Fındıq neçədir fındıq? Fındıq 10 manat. Ləpələr var belə. Ləpə neçədir belə? Ləpələr neçədir? Ləpə 13, 14, 15, 16. 13, 14, 15, 16. 8-ci kilometr bazarında bura Dünya bazarı adlanır. Buradan gəlib ola bilərsiniz. Həm bura Hindistan bazarı ilə, həm də Dünya bazarı. Gəlib ola bilərsiniz. Badam neçədir badam? 16. Badam da 16 manat. Bazarında dostlar, Dünya bazarı adlanan yeri var və burada qəşəng balıqlar satılır. Həqiqətən Qırmızı farellərimiz var, super ətli qırmızı farelər. Təmizləmək, doğramaq pulsuzdur. Sirej balıqlar. çəpəzə. Maksimal tanesi var, kilosu 7 manat. Aha. Balakən belamırı var, Alazan sayını, super, sümüksü 8 manat. Aha. Küpüm 13 manat, 14 manat. Kifal 8 manat. Supra 18 manat, sümüksü 18 manat. Kanı balığı var 6 manata. Mingəsəgin sazan var 6-ya 7-yə. 6-ya 7-yə. Təmizləmək, doğramaq pulsuzdur. Təmizləmək doğramaq dostlar ödənişsizdir. Bura 8-ci kilometr bazarında yerləşir. Dünya bazarı adlanan yerdə yerləşir. Və Dünya bazarı adlanır. Onda mənə da qəşəng balıq olub. Dən qəşəngini çəkərsən qardaşım. Belə baxdığını verəcəm sənin özünə. Qəşəngdir. Onu verirəm mənə gəl. Təmizləyəcəm. Doğrayanda da təzdən çəkiş eləyərsən, qoy görsünlər ki, həmən balıq. Yaxşı. Gəlim o. Balığı götürəcəm. Burada təmizləyəcək uşaqlar. Burada təmizlənəcək. Burada göz önündə təmizlənir. Kaçı dağıt? Bıçağı itirəcəyik, indi doğrayacağıq balığı. Bu nərə balığın başıdır, təmizlənir. Eləcə təmizlənəcək. Ver mənə tələ alçayı. Hadi mən var. Burada elə billə bu baş alçayı. Çok iyi değil mi? Eyvallah. Nə qədər dedik adam? Kilometr bazarında Dünya bazarı adlanan yerdir. Burada da balıq çeşidləri satılır dostlar. Gəl balıq alış-veriş edə bilərsiniz. 8-ci kilometr bazarında baba var. Çox qəşəng almalar satır, gözəl almalar satır, təmiz, keyfiyyətli. Baba bunlar hara almasıdır belə? Bunlar Qubaqsar, Gədəbəydə gəlir.
Neçədir? Bunların kilosu neçədir? Loy 1 manata, 50 qəpiyə, 1.50-yə. Aha, hər cür qiymətə var. Bəs bunlar nədir belə? Bunlar da bəy alması deyirik. Palmetdir. Babadan eləmək yox, meşənin içində olsun. Bəli. Eləyəsən? Bəli, Eləmək bəli. olar. Bəli, bəli. Bunlar neçədir bəs? Bunlar da 1 manata. 1 manata. Bunu nətər gəlib ala bilərlər? Cəmaət nətər gəlib ala bilər? Çağırırsan onlar yəni. Gəlir, yox özləri də gəlir. Tanıyırlar, Bizdə özləri deyil. bilirlər. Hamı tanıyır, yola verir diyorlar. Babuyalar da yola verir. Bu nəsə demək istəyirsən sən? Yəni ki, bunlar Gədəbəy alması da olur burada, Qubal alması da olur. 8-ci kilometr bazarındadır. Alma bazarına gedəndə elə sağ tərəfdə birinci yerdir. Gəlib qəşəng almalardan ala bilərsiniz babadan. Bəli, sağ olun. Allah sizi var eləsin. Zəhmət çəkirsəniz, gəlirsəniz, bizlə əhval olursanız, bizim də bazarımızın müdiriyyətlərinə hamısına eşq olsun, canları sağ olsun ki, o da bizə şərait yaradıb, biz də qəşəng satırıq. Burada da kilekləri də lazımınca yerinə veririk də, hamısını kileklər. Yaşlı kileklər də gəlir, yola veririk, cavanları da yola veririk. Biz də çoxdan işləyirik, harada da bir 20 il işləyirik. Baba burada hardasa 20 il işləyir. Bəli. Baba 20 ildir burada yəni işləyir. Bütün yəni ki, hamı Xalqımıza da xidmət edir. gözəl də yəni ki, almalar satır, xidmət edir yəni ki, burada. Gəlib babadan almalar ala bilərsiniz dostlar. Allah sizə var eləsin. Zəhmət çəkirsəniz, bizlə maraqlanırsınız. Sağ olun, var olun. Sağ ol baba, sağ ol. Təşəkkür. Sağ ol. 2-ci kilometr bazarında belə Qusardan gəlir. gözəl turş satılan yer var. Bunlar Qusardan gəlir. Hə, bunlar nədir belə? Hə, badımcandır, Qusardandır. Talış badımcanıdır Aha. onlar. Prosta ki özümüz qoymuşuq. Özünüz Çox güzel qəşəng hazırlayırsınız. badımcandır. Biber də Qusarındır, Xaçmazındır. Bunlar neçədir? Kilosu 6 manat. Kilosu mu? 6 Kilosu manat. 6 manat. Bu da 6 manat. Xaçmaz Qusar zonasındadır. Xaçmaz Qusarın bizim mallarımızda hamısı. Kələmlər Qusardan gələn kələmlər. Qusardan gəlir. Hazırlayırıq. Çox qəşəng dadlı kələmlərdir. Neçədir? Çoğunluqlandır, 2 manat. 2 manatadır, çığındırlandır. Çox gözəl. Turşu çeşidləri də boldur. Qusardan gəlir, bu da qarışıq turşudur, təbəgərdir. Aha. Çox gözəl baxımdır. Sonra bu da bax Pomidor. pomidordur. Əsl yəni ki, sezonudur. İndi bayram qabağı dostlar. Bunlar çəkib biberli göstərəm ki, zaddır, gəlib hardan ala Çox bilərsiniz. gözəldir, çox gözəl pomidordur. Çox gözəl dadlı pomidordur. Bunun kilosu dediniz neçədir? İş sortuna kilosu 4-ə. Kilosu 4 manatdır. Belə qəşəng Kələmlər də 2 manatdır. 2 manata kələmlərdir. Kələmlər, malakans kələm, 3 kürə kələm var. Bunlar Biberli fərqlidir də, malakanski Hə, gedir. biberli var, şirin var. Şirin sadə var, kələm bibarı var. var, sadəsi var. Sadə kələm var. Xiyar Bizim Xaçmazdır. yerdə xaçmaq. Aha. Burada gəlmək üçün üstü örtülü bazarda girən kimi gəlirsiniz. Yaxşı, bayrama yaxında adamlar yavaş-yavaş uca gəlir. Neçədir? 2 manata kilosu. Yəni ki, soruşsaz deyim adınızı? Zəminə xanım. Zəminə xanımdan yəni ki, gəlib ala bilərsiniz bu gözəl məhsulları. Amma istəmirsiniz də düşmək. Hə. Zəminə xanımdan gəlib ala bilərsiniz bu məhsulları, bu turşulardan. Bibin yanında da Zəminə xanımın yanında bu turş satılan yerdə Qızıl Əhməd alması satılır. Hardasa bir uzun illərdir, 10 ildir, 15 ildir burada bu xanım Qızıl Əhməd alması satır. Yəni ya şoraba alanda əsl İsmail'dan da bu İsmail. Neçədir kiloları bunları? 2.50-yə 2 manata, 3 manatadır. Böyüyü balazalığına görə fərqlənir. Neçə ildir burada satılır? 10-20 il var. 18 il. Həmişə 40-da Qızıl Əhməd satır. 18 il yəni xanım burada satır, Qızıl Əhməd alması satır həmişə. Yəni müştərilər də həmişə tanıyır. Gəlib yəni ki, buradan ala bilərsiniz. Şoraba satan piştaxtanın yanında yerləşir burada. Allah inşallah, Allah yetirir mənə. Gəlib ala bilərsiniz dostlar. Bunlardan da çox qazanır. 35 qəpik, 25 qəpik, 20 qəpik hər günə qazanır. Dostlar, bu 8-ci kilometr bazarında olan bir də sitrus meyvələrinin satıldığı yerdir. Bu limonlar 35 qəpikdir. Bunlar böyüklər 35 qəpikdir. Balacalar neçədir? 20 qəpik, 20 qəpik. Bəs çay üçün olanlar olar 40 qəpik, 40 qəpik. Sonra yerdə portağallar var burada şirin, göbəkli. Bunlar neçədir bəs? 1.80. 1.80-ədir. Burada mandalinlər var, böyüyü. 1.50, 1.20. 1.50-yə 1.20 böyüklüyünə balacalığına görə.
seçilir bura. 8-ci kilometr bazarında sitrus bazarıdır bura. Sitrus çeşitləri satılır. Da bir alma satılan alma bazarı var. Bunlar zırhacı deyirlər bu növbə. Kilosu 2 manatdır. Bunlar da dəmiri çoxdur. Qəşəng almalardır bunlar. 2 manatdır. Sonra bunlar Granit Smith'dir. Bunlar hamısı Quba qusarındır bunlar hamısı. Bunun da kilosu 2 manatdır. Sonra bura var, fırı alması var. Bunlar çox gözəl almalardır, şirindir. Gözəl almadır çox. Hansı marka? Bunlar 2 manatdır kilosu. Belə insanlar gəlir alır. Bunu bəyənirsiniz hə? Yaxşı almadır. Bunların dəmiri çox olur. Elə bir dənə bunda da dəmir, o sırada dəmir var. O bir başka altına gel. Dəmiri çox olur. Bu yəni ki, qədim Azərbaycan sortları olan almalardan biridir. Bu turş olan almadır. Bunu məsəl üçün nanə ilə, limonla yeyəndə daha da gözəl olur. Sonra bu fırca almasıdır, qarpız kimidir. Çox şirin sulu olur. Bunda kilosu 2 manatdır. Bu Regusa. Bunda kilosu 2 manatdır. Sonra bunun bir balacaları var. Sminkadır bu. Sminka sortudur. 2 manatdır. Sonra bu Pink Lady'dir bu alman adı. Pink Lady'dir. Bu Fransız sortudur ama ki Azərbaycanda qusarda yetişdirilir. Napolyon da deyirlər. Ama əsl adı Pink Lady'dir əsl adı. Sadəcə bazarda bir adam bunu Napolyon adlandırıb deyə almalı. Adı qalıb Napolyon. Əsl adı məsələn bunun Pink Lady'dir. Gözəl almalıdır. Aromatlı almalıdır. Fransız sortudur amma ki çox məşhurdur Avropada amma ki Azərbaycanda yetişdirilir. Bu çox mükəmməl almalıdır. Bu Golden'dir. Bunun kilosu 1 manat 50 qəpikdir. Bu da ki palmet almasıdır. İsə palmet almasıdır. Belə insanlar görürsünüz alış-veriş edir, bazardan alır. Hava yağışlıdır amma ki yağışlı olmağına baxmayaraq gəlirlər, alış-veriş edir insanlar. Bu da Quba almasıdır. 1 manat palmet. Palmet 1 manatdır. Quba almasıdır. Bunlar qusardan gəlir. Qusardan yəni. Qusarda yetişdən almalıdır. Şirin olur, bunlar qəşəng yumşaq olur, şirin olur. Bu almalar hamısı qusardan gəlir. Qiymətlər də belə üstündədir. 1 manata, 1.50-yə, 2 manata yaxınlaşıb ala bilərsiniz qardaşlar. 8-ci kilometr bazarında. Nətər rahat gəlib tapa bilərlər buranı? Belə də ikinci bazarda bu Oba market var burada. Bir dağ Aha. restoranı, onunla üzbəyiz. Onunla üzbəyizi gəlib ala bilərsiniz. Sağ olun. Bazarınız olsun. Sağ olun, Ha. çox Sağ olun. Çox sağ olun. Srevildari, hə? Bəli, bəli. Nəzəndə çıxır. Sağ olun. Sağ olun. Sağ ol. Başqa narazılığın yoxdur? Sağ olun. Sağ olun. Çox sağ olun. Sağ ol. Niyə Bazarınız tutdun? olsun. Nara neçədir? Nara. 250, 4 manat. 250-yə, 4-ə, 3 manat. 250-yə. Bazarınız olsun. Burada 2 manat 50 qəpiyə naralar. Bağqabaqlar neçədir? 60 qəpik. Bazarın olsun qardaş. Kələmdir, nardır. Satılır. Bərdə kələmləri. Neçədir qardaş bərdə? 50 qəpik. 8-ci kilometr bazarında belə gözəl ətlər də satılır. Ət dükanıdır. Qiyməti 17 manat 50 qəpikdir. Quzətlər də 21 manat 50 qəpikdir. Dostlar, 8-ci kilometr bazarında belə pendir satılan yer var. Pendir, şor, ondan sonra cürbəcür məhsullar satır. Gürcüstan məhsullardır. Məsəl üçün var. Gürcüstan məhsulları var. Gürcü pendiri sulquni 1 kilosu 10 manatdır. Sulquninin 1 kilosu 10 manatdır. Bura 8-ci kilometr bazarında belə pendir, ağartı məhsulları satılan yerdir. Burada da qiymətləri göstərəcəm sizlərə. Sabah gələcəm də. Sabah yox. Kəsirlər, dadına baxırsınız, xoşunuza gəlsə alırsınız.
Gürcüstan məhsulları. Bunlar 12 manatdır. Onlar 10 manat. Onlar 10 manat. Bu Gürcüstan. Bu da hamısı Gürcüstan məhsullarıdır. Bu nədir? İçinləri gedir orada. Telefon. Bu Fabrikadır. Aha. Cürbəcür deyil. O nədir? O brınzadır. Brınza. O da Gürcüstan məhsuludur. Brınza deyirlər ona. Kilosu neçədir o? Bunlar 10 manat. 10 manat. Bu maraqlı. Bu kapsiyonlu olmuşdur. Bu neçədir kilosu? 12 manatdır. O da ayrı sortdur da. O eyni şey. Sonra İmirili var. İmurili. Bu buna deyirlər. Bu 10 manat. O neçədir? Bu nə dölüm bə? O qarı pendir. Bu suluğu bindir. Maloçna suluğu. Südlü sulğun 10 manatdır kilosu. Bu zavod pendiridir. Bu da var. Aha. Bu da pendiri var. Təmiz bu da. Adı Qudadır Gürcüstan. 35 manat. Standart qiymət yəni 10 manat, 15 manat dostlar belə başlayır. 8-ci kilometr bazarındadır Gürcüstan məhsulları. Bunlar 7 manatdır bu. 7 manat. Bu motal şorları neçədir bunlar? Pendir 11 manata. 11 manatadır. Sasaqlı pendirlər bəs. Bunlar 8 manata, bunlar 7 liraya. Bunlar 8-ə, bunlar 7-yədir. İsmailli pendiri də var. Nömrə 1-dir, satıcı Rauf. Gəlib ola bilərsiniz dostlar. Və qatıqlar neçədir? Bu 3.50-yədir. Kərə yağı da var, onlar da neçədir o? 11 manat. 11 manata da gəlib ola bilərsiniz. 8-ci kilometrdə ağartı məhsulları satılan yerdir bura. Buradan gəlib alışveriş edə bilərsiniz. Sürbəcür burada məhsullar satılır. Bunlar pendirlərdir. Motal pendiri şorlardır. 3 manat. Motal 10-a 11-ədir motallar. Pendirlərin də neçədir? 6 manatadır pendirlərdir. Sürbəcür qiymətlər. Bazarın olsun qardaş. Qurutdur bu yoxsa? O qurut neçədir? 8 manatadır. Və süd? Süd də 1.50-dir. Bu hara məhsuldur? Daşkəsən İsmailin məhsuldur. Bazarın olsun qardaş. Belə səliqəli, yəni soyuducularda satılır. Nehtə yağı, Naxçıvan pendiri, İvanovka şor. 3.50-yə İvanovka şor. Motal qarışıq şordur, şamaxı şordur, 2.50-yədir. 2 manat 50 qəpiyə. Naxçıvan pendiri, Ordubad pendiridir, 8 manatdır. Nehrə yağları 12 manatdır. Motalın bu qırıntıları 10 manatdır. Qoyun motalın özü 12 manatdır. Sonra qurut var 8 manatdır. Bu çox 8 manatdır qurutdur. Yağlı süzmə var 3.50-yə, o da İvanovkadır. İvanovka yağlı südünə Bu çalıyor. adi süzmədir, ayran süzməsidir. Aha. O da 2 manat. Ona ayran eləyirlər də, yağlı. Ayran qartofel. Ay. Bu bəs yağ neçədir? Kərə yağı. 12 manat. Yağ 12 manatdır. Bu arada sizin də Gürcüstan pendirləri də var. Bax dostlar burada. Gürcistan pendirləri var. Aha, neçədir? O 10 manata da var, 12 manata da var, 8 manata da var. Zavod var, bir də kənd məhsulu var. İkidir də var. Koyun pendiri var, 12 manata var. Bu nədir? Bu İvanovka. İvanovka pendiridir bu. İvanovka pendiridir, 6 manat. 6 manat. Masallı pendiri var, yataq pendiri var. Aha. Masalı neçədir? Qəşəng bir. Masallı 8 manatdır, yataq 7 manatdır. Aha. Sonra daşkəsən pendiri var. Daşkəsən pendiri 7 manatdır. Əla. Qatıqlar 3.50-yədir. Bax, balonu 3.50-yə, bankə qarışıq 3.50-yədir. Bura- İsmail qatıqda şirin qatıq. 8-ci kilometr bazarında ağartı məhsullar satılan zonadır. Buradan gəlib birinci yer gəlib buradan belə təmiz şəkildə soyuducuların içində satılır, gəlib alış-veriş edə bilərsiniz. Bazar olsun qardaş. Sağ ol. Sağ ol. Məsələn 8-ci kilometr bazarında belə balıq bazarı var. Burada balıqlar satılır. İndi soruşacağam qiymətlərini bunların sizlər üçün. Ha qardaşım. Neçədir bunlar bu balıqlar? 16 manata düşdümlərdir. Bunlar neçədir? Var 16 manat. Sudan 16 manatadır. Bunlar 11 manatdır. Bu nə balığıdır? O Sivas. Sivas. Buradan dostlar mən o birisi bazarlarda görməmişdim. Çox. Qaradənizdən gəldi. Bu Sivas balığıdır 23 manat. 23 manatdır. Kilosu 23 manatdır. Bu Bu da Qaradəniz. Türkiyədən. Çok da yerler. Bu neçədir bu? O kilosu 20 manat. Bunlar 19 manatdır. Böyüyü balacasıdır. 36 manat. Bunlar farelin çay farelidir. 12 manat. İrandan gəlir. İran.
Aha. Korsanlı. Bunlar 12 manat. Biraz büyükleri var. Aha, 13 manat bunlar, 13 manat. Bu da təmizləmək də. Temizlenir, doğranır, kaba yığılır. Aha. Təmiz suyla burada təmizlənir. Hamısı qiymətə daxildir da. Bu təmizləmək Hamısı. ödənişsizdir. Qiymətə daxildir burada. Gəl bax. Bazarı da olsun qardaş. Burada dostlar, diri balıqlar da satılır belə. Görürsünüz. 80 kilometr bazarında. Çeşitlər boldur. Farel balıqlarıdır bunlar. Çox dadlı olur bu balıqlar. Burada qardaş var, 8-ci kilometr bazarında balıqları təmizləyir. Təmizləmək ödənişsizdir də, qiymətə daxil təmizləmək. Bu nə balığıdır təmizlədiyin? Sudak balığı təmizləyir qardaş, ağ balıq. Saklamayı temizlenen sonra bir yıldan sonra yok abi. Bu bir balıq nə qədər vaxt aparır təmizləmək? Bir balık hardasa bir 10 dakika. 10 dəqiqə, Temiz temizlemek için 10 dakika. 10 dəqiqə təmiz, tərtəmiz təmizlənir. Təmizlənməyə də uyğun balıq. Temizlenip doğranıp güneşe kallaştırılmalı için 10 dakika vakit. Bunun əti biraz ağ olur da bu balıq. Bəli, bəli. Ağappaq, sümüksüz, yağsız. Bak kardeşim, göl, güneşe temizlenir, doğranır, yuyulur. Tərtəmiz. Qablaşdırılması da belədir. Qaba qəşəng. Səliqəli şəkildə. Evet dostlar, görürsünüz böyle sərgəli şəkildə tikə-tikə yığıldı. Üzərində streslənir. Böyle qəşəng apara bilərsiniz. Qiymətləri qaqa neçədir? Hara balığıdır? Arkadaşlar, balık var birisi mesela 6 manat. Təsərrüfat balığı. Birisi var mesela 10 manat. Naxçıvandan gəlir, Arazdan gəlir. Pareller var mesela 12 manat, 13 manat böyükləri. Dəniz balığı, onlar Türkiyədən gəlir. Kilosu 18 manat. 18 manat. Bunlar da Bunlar da eynidir. eyni balık. Bunlar parellərdir. Parellerdir, alamam. Alabalıqdır. Bunlar da sazan balıqlardır. Sazandır, siyahdır, kipaldır, yalamurdur. Təmizlənmək də hamısı Orada qardaş, səliqəli şəkildə. təmizlənməyi də orada sərgəli şəkildə qorunandır. Gəlib ola bilər. 8-ci. Abi, istəsəndir. Şunlar. Ağa istəsən öz yerini deyə bilərsən. İstəsən öz yerini deyə bilərsən. Gəlsinlər alsınlar, fərqi yoxdur. 8-ci kilometr bazarı, Basmoy bazarı, Mingəçevirdə Emir. Mincə çevirin, gəlib yaxınlaşıb ala bilər. Bazarın olsun qardaş. Çox sağ ol qardaş. Bunlar 8-ci kilometr bazarında dostlar, balıq bazarıdır. Bu hissəni çəkib göstərdim. İndi gedəcəm digər tərəfdən də videolar çəkib göstərmək üçün. Mütləq video müəyyən dostlar. Bura yox, ancaq şeylər, məhsullar çəkirəm. Bunlar dostlar 8-ci kilometr bazarında yerləşən şorba çeşidlərdir bunlar. Kələm 2 manatdır. Bu xiyarlar neçədir bunlar, turşular? 3 manatdır. Sarımsaq var. Sarımsağın kilosu 8 manatdır, 7 manat. Sonra belə üzüm yarpağı var, 6 manatdır. Bunlar badımcandır, içi doldurulmuş belə. Badımcan 4 manatdır. Bunun bitkin adı nədir bu? Cırmışaq. 1 manatadır, cırmışaq deyirlər buna. 1 manatdır, belə bağlanılır. Sağlam var. Bunlar neçədir qardaş? Bu 4 manata. 4 manatdır bunlar. 8-ci kilometr bazarında dostlar, bura şorabalar satılan yerdir. 8-ci kilometr bazarında bu toyuq çeşidlər satılır. Bunlar neçədir? Bu dibidir bu. Mən özüm youtuberəm. Gəzdiyim yerləri çəkirəm. Bazarlardır, parklardır.
İndi 8-ci Basmay bazarından çəkirəm. Reklam edirəm də. Balığı çəkmişəm, meyvələri çəkmişəm. Prosta bunların qiymətlərini indi maraqlıdır da hamıya. 5.90, 5.30-a. Bunlar neçədir? Yox, ancaq məhsullar çəkirəm. Kamera aşağıdır. Onları çəkirəm. Bunlar 5.30-dur. Bu toyuqlar neçədir? 4 var. 4 manat toyuq var. Toyuq döşü 7 manat. 8 kilometr bazarında. İstəsəz ünvan deyə bilərsiniz, yeri deyə bilərsiniz, gəlib alsınlar. İstəsəz əgər. İstəməsiniz. Burada mən gədəbəy lobiyası var 4 manat. Bu kökdə 50 qəpikdir bunun kilosu. Bəzi böyüyü var, bunlar 70 qəpikdir. Bunlar 60 qəpikdir çuğundur. Dostlar 8-ci kilometr bazarında yerləşən pomidor satılan yerdir. Qazaq pomidoru da kilosu 2 manatdır. Bunlardakı balacasıdır, bunlar da 2 manatdır. Almalardır, Qızıl Əhməd İsmailli. Bunlar neçədir qiyməti? 3 manatdır qiyməti. Bunlar palmet almasıdır. Qubanındır. Bunlar 1 manatdır kilosu. Bunlar da canatandır. Bu neçədir? 1.50. 1.50. Ala bilərsiniz gözəl məhsullardan. Bunlar xurmalar da 80 qəpikdir kilosu. Kilosu 80 qəpikdir. Bu harandır bunlar? Göyçay xurması 80 qəpik. 8-ci kilometr bazarında. Bu səbəb 8-ci kilometr bazarında quzu əti kartoşkası satılır. Bu yumşaqdır deyən quzu əti deyirlər. Bu yumşaqdır deyən quzu əti deyirlər də buna. Zərz beləsin. İnsanlar gülüşürlər. 1 manata. Qabığı nazikdir də. Bunun qabığı yox. Qabığı Belə qızardır. tavada belə yumru qızardırlar. Bunlar daha ucuz. Bunlar ucuzdur da ondan. Yox, bu bundan əksinə bağlı. Bu bahadır. Bu tez xırdalığına. Hallara. Belə də Sən bunu az azalır. Bundan çox alır. Hamı bilir, bunu alan bilir ki, qiymət həmişə fərqli olur. bu sort olaraq belədir də bu. Sortu belədir də bunu. Yoxsa Bunun xudası da eyni şeydir. may ayında məşə olur elə bir yayda. Yox, bu hər vaxt var. Satış sezonu. Satış sezonu. Buradan başlayır, noyabr ayının axırından başlayır. Gedir, maya. Bu həmişə olacaq da sizdə. Həmişə olacaq da. Maya kimi olacaq. İnşallah, sağ çıxsa, İnşallah. Bu da 8-ci kilometr bazarında elə üstə bazara girişdə ya tapa bilərsiniz, ala bilərsiniz. Bazar olsun qədər. Burada mandarinlər satılır. 1.30-a, 1 manata, 70 qəpiyə. 8-ci kilometr bazarında belə narlar da satılır. Qiyməti 2 manatdır və 3 manatadır. Belə 2 qırmızı. 80 qəpiyə də var mandalin. 1.30-a da var. Yox ağa, al şey çək. Siz çəkməyəm, ancaq məhsulları. Qızıl Əhməd alması var İsmaildən də. Qiymətlər neçədir qardaş bunların? Qiymət Qızıl Əhməddə yoxdur ona görə. Qızıl Əhməd 3 manatdır. Bunlar yerli almalardır, Qubandır, 70 qəpikdir. Bunlar Fuji almasıdır, 1 manat 50 qəpiyə. Bunlar şirin sulam olur. Transimitin öz balacalar var, 1 manatdır. Siminka böyükləri 1.50-dir. Almet 1 manatdır. Zanatan super. Qiyməti isə yox. Meşə gözəli 1 manat, 2 manata. Böyükləridir. Pinkledi var, 1 manat 30 qəpikdir. Videom sona çatır. Hava soyuqdur, yağışlıydı. Biz videonu çəkdim. İnşallah dəstəyinizi gözləyirəm, əsas bəyənlərinizi gözləyirəm, şərhləri gözləyirəm. Bir də kanala əsas abunə olmağınızı gözləyirəm. Həqiqətən bu aralar kanala çox dəstək lazımdır dostlar. Mən sizlər üçün çəkirəm. O yazdığınız şərhlər, kanala abunə olmağınız, videonu bəyənməyiniz mənə həvəs verir, gedirəm çəkilişlər edirəm. Hərlik dostlar, görüşərik.